Azalın aşağı büdcəli hava yollarına fərqlərini başlayın bir sizə demək. Demək, aşağı büdcəli hava yolları təyyarənin içinə nə qədər kreslo sığdıra biləcəyini düşünür. Yəni fərqi yoxdur. Diz məsafəsi böyük oldu, balaca oldu. Kreslo qoltuq rahat oldu, olmadı. Bu şeyləri fikirləşmirlər. Əsas bir təyyarənin içində belə deyək, biri var 160 nəfər sıxsın, biri var 200 nəfər sıxsın. Yəni bu kreslolar nə qədər yanaşı qoysan, nə qədər bir-birinə yaxın qoysan, bu sığdırmaq mümkündür. Yəni avtomatik olaraq belə deyək də daha çox kreslo olan təyyarənin aviabilet qiyməti aşağı düşəcək. Belə baxanda şey də eyni şey eləyir də. Nə? Azal güya elə eləmir ki. Yox. Yox, azalda gedəndə komfort var, diz məsafəsi, ayağını açıb getdiyin kreslolar da var, belə deyək də. Diz məsafəsi var, komfortu var. Belə biraz tamam fərqli yanaşmadır. İndi aşağı büdcəli hava yolu ilə bu Avropa daxili uçuşlarda bir dəfə uçsanız, yəni o təcrübədən keçsəniz, orada aradakı fərqi tam rahatlıqla sezə biləcəksiniz.